Salam, mən Fidan. Bu isə mənim yol yoldaşım Dayım. Bugün Çin avtomobilləri və elektromobillər haqqında doğru bilinən yanlışlardan danışacağıq. Elektrik avtomobillərin gec enerji yığdığı düşünülür. Cəmi 14 dəqiqə 40 saniyəyə tam şarj. Üstəlik, Dayın avtomobili alan hər kəsə şarj aparatı da hədiyyə verilir. Elektrik avtomobilləri ilə uzaq yol getmək olmur deyirlər. Dayın ilə yol bitər, enerji bitməz. Bu avtomobillə 650 km məsafəni qət edə bilərsiniz. Çin avtomobilləri yalnız Çin dilində olur. Sensor idarəetmə paneli ilə yüksək texnologiya ekrandan təchiz olunmuş monitoru ilə Çin dili ilə yanaşı İngilis, fransız, ispan, rus, ərəb dillərində dəstəkləyir. Çin avtomobillərinin yüksək keyfiyyətli olmadığını düşünürlər. Dayun, Huawei, Bosch kimi şirkətlərin birgə istehsal elədiyi bu avtomobil yüksək keyfiyyətə malikdir. Söz-söhbətə yox, yolunuza baxın. Dayun avtomobili sadəcə bir seçim deyil, doğru qərardır.